Salam, buraxılış imtahanlarına hazırlaşan əziz 9-cu sinif şagirdləri. Bildiyiniz kimi buraxılış imtahanına çox az bir zaman qalıb. Bu vaxtı, bu müddəti səmərəli keçirmək, maksimum şəkildə çalışmaq, çoxlu testlər etmək, çoxlu video izahlar izləmək, yəni nə kimi çətinliyimiz varsa imtahana qədər onları dəf etmək lazımdır ki, imtahanda biz maksimum nəticə, uğurlu nəticə əldə eləyək. Və sizə dəstək məqsədi ilə bu tipli video izahlar, testlər və onların izahlarını paylaşacağım ki, siz də bizim bu testləri izləyərək, bu tipli testlər qarşıda çıxdığı zaman imtahanda asanlıqla onları düzgün şəkildə cavablandıra biləsiniz. Gəlin, çox da vaxt itirmədən keçək testlərimizin izahına. Mən sizə tövsiyə edirəm ki, mənimlə birlikdə siz də bu testləri işləyin, öz cavablarınızla bizim verdiyimiz cavabları müqayisə edin. Başlayaq. Sual 1. Nöqtələrin yerinə uyğun fikirləri müəyyən edin. Nəhəng maşınlar birləşməsində ikinci söz adamlar sözü ilə əvəz edilsə, ilk sözün 1. Leksik mənası dəyişər. Xeyr, bu cavab olmaz. Həm nəhəng adamlar, həm də nəhəng maşınlar birləşməsində nəhəng sözü elə öz mənasında, yəni böyük mənasındadır, nəhəng mənasındadır, məna dəyişikliyi yoxdur. Yəni bir cavab olmaz. 2. Tələffüzü yazılışından fərqlənməz. Bəli. Qayda belədir ki, sonu B, D, C və C sammitləri ilə bitən sözlər özündən sonra sammitlə başlayan söz gətirərsə, qarşılığı ilə əvəz olunacaq, saitlə başlayan söz gətirərsə, olduğu kimi qalacaq. Sammitlə başlayan söz gəldiyi üçün nəhəng sözü nəhəng formasında tələffüz olunacaq. Adamlar sözü isə saitlə başladığı üçün nəhəng sözü olduğu kimi tələffüz olunacaq. Cavabımızın biri 2 idi. Bizlə ən yaxşısı qələmimizi də götürək və bu qələm bizə dəstək olsun. 1-i götürmədik, 2-ni götürdük. Həm həqiqi, həm də məcazi mənada olduğunu düşünmək olar. Üçdəki fikir də doğrudur. Məsələn, nəhəng adamlar ola bilər ki, həqiqətən də adam nəhəng olsun, böyük olsun, iri bədənli olsun deyirik nəhəng adam. Bir də mənəvi baxımdan ucalıq mənasında nəhəng adamlar deyə bilərik. Yəni, bunu da düşünmək mümkündür. 3-ü də götürərik. 4. Sətirdən sətir keçilməsi mümkün olmaz. Bunun bizim cavablarla heç bir əlaqəsi yoxdur. 4-ü götürmürük. 5. Tərkibindəki cingiltili samitlərin sayı əvvəlki variantdan fərqlənər. Bəli, nəhəng maşınlarda C, Ç kimi tələffüz olunur. Yəni, bir cingiltili samit azalır. Amma nəhəng adamlarda isə olduğu kimi tələffüz olunur. Cingiltili samitin sayı əvvəlki variantdan fərqlənir. 5-i də götürürük. Cavablar götürdük. 2, 3, 5. Cavabımız da olur E variantı. Əla. Davam edirik. Uyğunluğu müəyyən edin. Havadar. Havadar sözünün mənası birini müdafiə edən tərəfkeş, tərəfdar deməkdir. Yəni C variantı. Qastrol. İncəsənət adamlarının tamaşa və konsert vermək üçün başqa şəhər və ölkələrə səfəridir. 2-yə A. 3. Qəlib. Müəyyən formalı əşyalar hazırlamaq üçün həmin forma uyğun hazırlanmış qabdır. 3-ə E. Sonra qərq olmaq, batmaq, boğulmaq bu mənadadır. B. 1C, 2A, 3E, 4B. A variantını silirəm, yoxdur cavab. B-ni də silirəm. C cavabımızdır. D-ni də silirəm, E-ni də silirəm. Doğru cavab C variantı. Davam edirik. 3. Cədvəldəki hansı sözlərin yeri dəyişdirilsə, yol verilmiş səhv düzələr. Arzu şəklindədir, lazım şəklindədir. Baxırıq, biləsiniz, kaş biləsiniz. Burada A şəkilçisi var, arzu şəklindədir. Aparam, mən aparam, kaş mən aparam. Arzu şəklindədir, 1-2 düzdür. Baxasısınız, siz baxasısınız. Burada ası şəkilçisi var, ona görə lazım şəklindədir. Qısacası cavablardan biri üstdür, yerində deyil. Bunu dəyişməliyik, görək nə ilə. Danışasıyıq,
danış, ası. Bəli, lazım şəklindədir. Deyəsisiniz, deyəsisiniz. Bəli, as səsi var burada. 5-i də çıxırıq. Almayasınız, kaş almayasınız. Bu arzu şəklindədir, olmalıdır. Birinci hissədə, yəni 3 ilə 6-nın yeri dəyişdirilməlidir. Cavab da olacaq B variantı. Belə. Çox gözəl. Davam edirik. 4-lə. Təbriz qalxıb əl üzünü yudu və anası ilə birgə süfrə arxasında əyləşdi cümləsindəki sözlərin morfoloji təhlilinə əsasən cədvələ uyğun fikirləri müəyyən edin. 1. Çərçivədə verilən söz mənsubiyyətə görə dəyişib. Baxırıq. Arxasında, bəli. Süfrə arxasında, onun arxasında, öz arxasında və s. Bəli. Mənsubiyyətə görə dəyişib. Cavablardan biri 1-dir, yəni doğru fikirdir. Feillərin hamısı xəbər şəklindədir. Baxıram. Feillər qalxıb, yudu, əyləşdi. Qalxıb təsviflənməyən feildir. Feili bağlamadır. Yəni heç bir şəkildə deyil. Ona görə 2 olmaz. 3. Altına xətt sözü əvəzində şəxs əvəzli işlədilə bilməz. Niyə işlədilə bilməz? Baxırıq. Təbriz qalxıb əl üzünü yudu. O əl üzünü yudu. Dəyişmək olur. 3 də səhvdir. Yanlışlara baxırıq. Yanlışdan da yanlış seçəcəyik. Çünki bu doğru yanlış cədvəlidir. Adlıq və yerli halda olan sözlər yanaşı işlənib. Baxıram mən bu cümlədə adlıq və yerli halda olan sözlərin yanaşı işləndiyini görmürəm. Deməli bu yanlışdır. 4-ə götürürəm. 5. Qoşma adlı hallı sözə qoşulmuşdur. Anası ilə, bəli. Öz anası ilə, bəli. Düzdür. Yanlışda doğru fikri götürməliyik. Ona görə bu da səhvdir. Yanlışdan yanlışı götürdüm. Doğrudan doğrunu 1 ilə 4. Cavab B variantı. Bu da belə. 5-ə baxırıq. Nöqtələrin yerinə hansı söz əlavə edilsə, yaranan cümlənin ilk sözü adlı halda olmayacaq. Bunu tapmağın rahat yolu əvvəlinə, bu sözlərin əvvəlinə onun, bunun, öz sözlərini artırmaqdır. Əgər artıra bilirəmsə, adlı halda olur. Artıra bilmirəmsə, təsirli halda olur. Baxıram. Fikirləri əhəmiyyətli idi, deyə bilərəm. Deməli, bu mümkündür, amma bir də əvvəlinə artırım onun sözünü. Onun fikirləri əhəmiyyətli idi. Demək olur. Deməli, bu adlı haldadır. Onun fikirləri əhəmiyyətli idi. Adlı halda. A variantı olmur. Onun fikirləri çox maraqlı idi. Adlı haldadır. Olmur. Onun fikirləri məni valeh etdi. Adlı haldadır. Olmur. Onun fikirləri hamının ürəyincə idi. Bu da adlı haldadır. Olmur. Onun fikirləri əsaslandıra bilirdi. Görürsünüz, burada uyğunsuzluq var. Yəni, onun sözünü artıra bilmərəm. Öz sözünü artıra bilmərəm. Yəni, bu qısacası təsirli haldadır. Fikirləri sözü bunu buraya əlavə eləsək. Yəni, cavab olacaq E variantı. Belə. Növbəti sualla davam edirik. Euler Venn diaqramına əsasən doğru fikirləri tapmaq lazımdır. Evə gedirdik, məktəbin həyəti bir cümlə verib, bir də söz birləşməsi verib. Buna əsasən biz cavabları müəyyənləşdirməliyik. Evə gedirdik, bitmiş fikir ifadə edilir. Bəli, bu doğrudur. Yalnız buna aiddir özüdəki. Diaqramın şərti budur da, yəni qıraq tərəflərdə olanlar ayrı-ayrı sözlərə aid olmalıdır. Ortadakı fikir isə hər ikisinə aid olmalıdır. Bitmiş fikir ifadə edilir. Bəli, evə gedirdik. Bunu götürürəm düz kimi, yəni aiddir. Sözlərdən biri fərqli tələffüz olunur. Baxıram, evə gedirdikdə gedirdik. Bir də burada da var. Məktəbin həyəti. Bu olmur artıq. Çünki hər ikisinə aiddir. Yalnız baş üzvlərdən ibarətdir. Evə gedirdik. Xəbər, mübtəda. Məktəbin həyəti yalnız mübtəda. Bu da olmaz. Çünki baş üzvlər deyir. Hər ikisi olmalıdır. Sözlərdən biri hal şəkilçisi qəbul edib. Baxıram, evə yönlü haldadır. Həyəti də həmçinin adlı haldadır. Məktəbin də yerlik haldadır. Ona görə bu sözü də, bu sualda, ona görə bu da olmaz. Çünki sözlərdən bir hal şəkilçisi qəbul edib, hər ikisində hal şəkilçili söz var. Bu düzgün variant deyil. Evə sözü yönlük haldadır, məktəbin yerlik haldadır, həyəti də mənsubət şəkilçisi qəbul edib, adlı haldadır. Bu da olmaz. Tərkibində adlı halda olan söz var. Evə gedirdikdə yoxdur, məktəbin həyəti də var. İkinci tərəf mənsubət şəkilçili söz olduğu üçün adlı haldadır. Bu da 5.
1 ilə 5-dir cavab. Görək hansı variantdadır? E variantında 1 və 5. Əla, davam edirik. Mürəkkəb cümlə deyil. Baxırıq. Mürəkkəb cümlə 2 cürdür. Tabeli, tabesiz. Yəni, ən azı 2 sadə cümlənin birləşməsinə formalaşmalıdır. Baxıram. A variantından. Deyirdilər ki, məktubları çatdıracaqlar. Ümumiyyətlə, burada 2 bağlayıcısı var. 2 bilirsiniz ki, birləşdirmə bağlayıcıdır. 2 sadə cümləni birləşdirir. Mürəkkəb cümlə yaradır. Deyirdilər ki, məktubları çatdıracaqlar. Bu mürəkkəb cümlədir. Onlar deyirdilər ki, məktubları çatdıracaqlar. Bunu mürəkkəb cümlə kimi götürürük. Cavab deyil. B-ni saxlayıram, C-yə baxıram. Bilsəm də məlumatlı onlara çatdıra bilmədim. Kimsə düşünə bilər ki, bu mənə aiddir. Niyə sadə deyil, mürəkkəbdir? Çünki sasə şərt var burada. Ona görə də mürəkkəb cümlə hesab olunur. Çünki sasə şərt şəkildə işlənən cümlələr mürəkkəb cümlələri formalaşdırmağa xidmət eləyir. Onun üçün də bu mürəkkəb cümlədir. Götürmürük. Hərçənd hava soyuq idi, amma əsgərlər hər tərəfə ciddi nəzarət edirdilər. 2 cümlə var. Hər ikisində ayrıca xəbəri, mübtədası. Nəzarət edirdilər ki, əsgərlər, mübtəda, xəbər, soyuq idi, necə idi, xəbər, nə, hava, mübtəda, xəbər. Bu da olmur, mürəkkəb cümlədir. İnanıram, məsələni həll edəcəyik. Mən inanıram, biz həll edəcəyik. Bu da mürəkkəb cümlədir. Cavabımız B olur. Niyə B olur? Deyirik. Onlar bunu bilirdilər, amma mənə heç vaxt deməmişdilər. Burada bilirdilər və deməmişdilər həmcins xəbərlərdir. Onlar bilirdilər, onlar deməmişdilər. Yəni, bu şəkildə bunu biz qavramalıyıq. Bu şəkildə mənimsəməliyik. Görürsünüz ki, yəni, 2 xəbər ola bilər, amma 1 mübtədası var. İşi görən 1 nəfərdir. Ona görə də bu sadə cümlə hesab olunur. Bu da belə. Ümidvaram ki, izahlarımız aydın olur. Əlavə sözünüz, sualınız olarsa da rəylərdə bunu bildirin mütləq şəkildə. Davam edirik 8-ci sualla. Uyğunluğu müəyyən edin. Fe'li xəbərli cümlə, ismi xəbərli cümlə. Ümumiyyətlə, xəbər fe'li və ismi xəbərli olmaqla 2 yerə bölünür. Fe'li xəbərli cümlələr təsriflənən fe'llərin ifadə olunur. İsmi xəbərlər isə isim, sifət, say, əvəzlik, zərb, hətta fe'lin məstər forması, həmçinin fe'li sifət ismi xəbər hesab olunur. İndi baxırıq. Əraziyə nəzarət üçün sabah gedəsi idi. Gedəsi idi, təsriflənən fe'ldir. Fe'lin lazım şəklindədir. Ona görə də fe'li xəbərli cümlə hesab olunur. A-dır. Yəni, 1-ə A uyğundur. Məqsədi həyəti hər tərəfli təmizləməkdir. Maqmək işlənib məstərə aiddir. Məstər də dedik ki, aid olur ismi xəbərə. Həm məstər tərkibi fərqi yoxdur. Hər ikisi ismi xəbərli cümləni formalaşdırır. Yəni, 2-yə B uyğundur. Sonra hava çox soyuq idi, hər tərəf qar idi. Soyuq idi, qar idi. Soyuq sözü sifətdir, qar sözü isimdir. Həm isim, həm də sifət ismi xəbərli cümləni formalaşdırır. 2-yə, yəni də C uyğun gələcək. 1-ə A, 2-yə B, C. Sonra baxaq görək. D. Yağış görəsən nə vaxt kəsəcək? Kəsəcək. Gələcək zamanda olan sözdür. Bu da aiddir 1-ə. Yəni, fe'li xəbərli cümləyə. Qısacası bizim cavabımız olacaq 1-ə A, B, 2-yə B, C. Xeyri. Üzürlü sayın. 1-ə A, D, 2-yə B, C. Baxıram. Cavabımız A variantıdır ki. B-də belə bir şey yoxdur, C-də belə bir şey yoxdur, D-də belə bir şey yoxdur, E-də belə bir şey yoxdur. A, D, B, C. Cavab A. Əla, davam edirik. Bağlacı işlənən nümunəni müəyyən edək. Deməklə, yazmaqla onları inandıra bilmədik. Demək və yazmaq və əvəz elə bilmirəm ki, düzdür.
İləni və ilə əvəzləyə biləndə olur bağlayıcı. Əvəzləyə bilməyəndə qoşmadır. Həm də burada görürsünüz ki, özündən sonra vergül var. İlə bağlayıcısından sonra vergül işlənmir. Bunu da yadda saxlayaq. Yəni 9-a A variantı uyğun deyil. Silirəm. Mən çox dedim. O isə inanmadı. Baxın. İsə qarşılaşdırma bağlayıcısı var. Cavabımız elə B-dir. Digərlərinə də baxırıq. Sabir yəqin ki bizi gözləməcək. Yəqin ki modal sözdür. Cavabımız deyil. Yol boyunca, yol boyu ilə. Cavabda qoşmadı, götürməliyik. Gözü məndə olsa da fikri başqa yerdə idi. Da burada qoşma deyil, ədatdır. Çünki iştirak deyil. Endə silirik. Cavabımız oldu B variantı. İsə bağlayıcısı işləndiyi üçün. Əla. Davam edək. 10-cu və sonuncu sualdan qayda testlərinin izahını yekunlaşdırırıq. Biri şəxsi cümlə deyil. Şəxsi cümlə odur ki, konkret şəxs yox. Mübtəda olmasın. Mübtəda yoxdursa, deməli o cümlə şəxsiz cümlədir. Mübtəda insan da ola bilər, başqa bir şey də ola bilər. Canlı və cansız bütün varlıqlar ola bilər. Baxıram. Müəllimini görəndə uşağın könlü açıldı. Burada görürsünüz də, mübtəda yoxdur, təsəvvür də eləmək olmur. Cavab A ola bilməz. B-yə baxıram. Ay bala, bu gün işini sabaha qoymazlar. Cavabımız budur. Çünki bu ümumi şəxsi cümlədir. Hamıya aiddir. Cavabımız B-dir. Digərlərinə də baxırıq. Akif həyətə gələndə artıq gec idi. Deyə bilərsiniz ki, burada şəxs var, axı, Akif sözü var, şəxsdir axı o. Şəxs deyəndə bayaq dediyim kimi, mübtəda nəzərdə tutulur. Akif sözü mübtəda funksiyasında deyil. Akif həyətə gələndə fe'li bağlama tərkibinin tərkibindədir. Bu da cavab deyil. Büdcə layihəsinə bu il daha ciddi yanaşıldı. Burada da mübtəda yoxdur, təsəvvür də eləmək olmur. Şəxsiz cümlədir. Qanunlara ciddi şəkildə əməl edilir. Kim tərəfindən, nə tərəfindən bilinmir, şəxsiz cümlədir. Yəni, şəxsi cümlədə şəxs anlayışı mübtədaya aiddir. Hər hansı bir insan adı olması, şəxsli cümlə olması anlamına gəlmir. Biz burada baxmalıyıq, mübtəda var, yoxsa yoxdur. B ona görə olmadı şəxsi cümlə, çünki ümumi şəxsi cümlədir, hamıya aiddir. Belə əziz şagirdlər, ümid edirik ki, bizim fikirlərimiz, izahlarımız sizin üçün aydın və maraqlı oldu. İnanıram ki, imtahanda sizin üçün faydalı olacaq. Sizin hər birinizə indidən uğurlar arzulayıram.